Səlamu alə Rasulillah, əmmə bə'd. Deməli, qardaşlar, İmam Zəhəbinin rəhməhullah Böyük Günahlar kitabından bəzi böyük günahları götürəcəyik bugün, yəni bir neçəsini inşallah qısa-qısa. Deməli, zikr olunan böyük günahlardan İmam Zəhəbi rəhməhullah orada zikr eləyir ki, müsəlman qardaşına dəmirlə işarə eləmək. Yəni, dəmir parçasından ona göstərirsən, istər zarafatca olsun, istər ciddi olsun. Məsələn, görürsən, kimsə bir-birinə bıçaq göstərir, zarafatca və yaxud da dəmir parçası göstərir, nəsə. Amma bu əməli Peyğəmbər sallallahu aleyhi və səlləm lənətləyib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, kim öz qardaşına, hətta doğma qardaşı olsa belə, bir dəmir parçası ilə işarə eləyərsə, mələklər onu lənətləyər. Yəni, bu böyük günahlardandır. Zarafatca olsa belə, bunu eləmək olmaz. Məsələn, əlinə nəsə götürürsən ki, sən vuraram və yaxud da əlində nəsə var, ona işarə eləyirsən, vurmaq kimi, zarafat kimi, istər bıçaq olsun, istər qeyrisi olsun, bunlar hamısı qadağan olmuş əməllərdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim belə eləyərsə, mələklər onu lənətləyər. Ondan sonra böyük günahlardan burada İmam Zəhəbi rəhməhullah zikr eləyir, ölü heyvan, axar qan və yaxud da donuz əti yemək. Ki, bunlar da məşhur məsələdir ki, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, deyir ki, mənə gələn vəhiylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Yəni, bu üç şey Allah subhanahu Quran-ı Kərimdə zikr eləyir, ölü heyvan, axar qan və donuz əti yemək. Axar qanda burada qəsd, yəni o heyvanı kəsəndə o damarlarından axan o cür qandır. Ancaq məsələn, ət yeyirsən, ətin içi qanlıdır, bu hədisə girmir. Və yaxud da ayəyə girmir. Ayədə zikr olunan yalnız həmin kəsim anında o damarlardan çıxan cür qandan söhbət gedir. Ancaq ki, ətin içində qan var və yaxud da ət çiğdi, bişməyib, qanlı qalıb, onu yeyirsən, bu həmin haramlığa girmir. Haramlığa girən yalnız axar qandır. Və zərurət olmadan da bunlardan birini dadan şəxs də günahkarlardan sayılır. Və burada İmam Zəhəbi rəhməhullah qeyd edir, deyir ki, mən hesab edirəm ki, müsəlman qəsdən donuz əti yeməz. Yəni, bir müsəlman kimsə qəsdən donuz əti yeməz. Möminlərə gəldikdə deyir, onların qəlbində donuz ətini dadmaq içkidən daha şiddətlidir. Yəni, subhanallah, hətta görsən, insan cahildir, hətta namaz belə qılmır, ancaq ki, donuz əti məsələsinə gələndə haramdır deyib çəkinir. Yəni, subhanallah, möminlərin qəlbində, yəni iman gətirən kimsələrin qəlbində donuz əti içkidən daha şiddətlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, haqsız yeyilən maldan əmələ gələn ət cənnətə girməz. Yəni, insan haramdan yediyi bir şey. Fərq yoxdur, haramdan yeyib deyəndə, məsələn, tək onun qazancının haram olması deyil. Haram yeməklər də nəzərdə tutulur. Donuz ət olsun, ölü ət olsun və s. Bunlar da nəzərdə tutulur və eyni ilə haram qazanc da nəzərdə tutulur. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, haramdan yeyilən maldan əmələ gələn ət cənnətə girməz. Həmçinin, müsəlmanlar nərd oynamağın haram olmasına icma eləyiblər. Buna dəlil olaraq da Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, nərd oynayan kəs əlini donuz ətinə və yaxud da yağına batırmış kimidir. Və bu da göstərir ki, donuz əti haramdır. Ondan sonra böyük günahlardan silikdən təmizlənməmək. Ki, bu da nəsranilərin xüsusiyyətlərindəndir. Ki, Allah subhanahu Quran-ı Kərimdə buyurur ki, fəthiyəbəkə fətahhir, deyir ki, geyimini təmiz saxla. Ondan sonra məşhur hədisdir, hamımız bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir qəbrin yanından keçəndə yaş budaq götürür, sındırır, o qəbir sahiblərinin üzərinə qoyur. Deyir ki, bunlar qəbirdə əzab çəkirlər, budaq quruyana qədər onların da əzabı yüngülləşər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, deyir, وَمَا يُعَذَّبَانِ deyir ki, onlar deyir, böyük bir işdən dolayı əziyyət çəkmirlər qəbirdə. Yəni, böyük bir işdən dolayı o demək deyil, etdikləri şey böyük günahdır, etdikləri şey böyük günahdır. Ancaq ki, o günahdan çəkinmək asan bir şeydir.
Yəni əziyyət deyil sənə o günahlardan çəkinmək. Ki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, biri silikdən təmizlənmirdi, biri də ki nəmmamlıq eləyirdi. Yəni o günahlar eləmək üçün sən məcburiyyət qarşısında deyilsən. Yəni onları tərk eləmək asandır. Məsələn, elə günahlar var ki, misal üçün insanın nəfsinə ağır gəlir onu tərk eləmək və yaxud da hansısa bir dünya mənfəəti var sənin üçün onu tərk eləyə bilmirsən və yaxud ikrah altındasan və s. Ancaq ki, bu günahlar elə günahlardır ki, silikdən təmizlənmək və yaxud da nəmmamlıq eləmək, bu sırf insanın yəni nəfsində olan o günahkar nəfsdən irəli gəlir. Sırf onun tənbəlliyindən və yaxud da imanının zəifliyindən irəli gələn bir şeydir. Yəni öz əlində olan bir şeydir onu tərk eləmək. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bunlar deyir, böyük bir işə görə əzab çəkmirlər. Yəni bunu tərk eləmək asandır hər kəsə, bu günahları. Biri deyir, silikdən təmizlənmirdi, o biri də nəmmamlıq eləyirdi, yəni söz gəzdirirdi. Və başqa ləfzdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, deyir, silikdən təmizlənin, çünki qəbir əzabının əksəriyyətinin səbəbi budur. Yəni, və hamımız da bilirik ki, silikdən təmizlənməmək namazın batil olmasına səbəbdir. Çünki nəcasət olan libasda namaz qılmaq olmaz. Yaxşı, belə bir sual. Deyək ki, paltara nəcasət toxunub. Sən də bunu bilirsən, ancaq namazın vaxtı gəldi, unutmusan. Namaza başladın. Namazın ortasında yadına düşür ki, paltarda nəcasət vardı. Və yaxud da namazı bitirəndən sonra yadına düşür. Əgər namazı bitirəndən sonra yada düşürsə, paltarda nəcasət var idi, namazı yenidən qılmağa ehtiyac yoxdur. Namaz səhihdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm namazda olanda Cəbrail aleyhissalam gəlir və onun ayaqqabısında nəcasət olduğunu deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm ayaqqabılarını çıxardır. Ancaq ki, namazı təzədən başlamır, qaldığı yerdən davam edir. Yəni, unudaraq elə qılmısansa, namaz səhihdir. Yenidən qılmağa ehtiyac yoxdur. Yəni, dəstəmaz hökmündə deyil. Məsələn, namazdan sonra yadan düşdü ki, dəstəmaz yox idi. Dəstəmaz alıb təzədən namazı qılmalısan, vaxt çıxmış olsa belə. Ancaq ki, nəzasət məsələsində paltarda nəzasət var idisə, namazdan sonra yada düşübsə, namaz səhihdir, yenidən qılmağa ehtiyac yoxdur. Əgər namazın ortasında yada düşübsə, yəni həmin nəcasət dəyən paltarı namazın ortasında çıxarda bilirsənsə, çıxardıb namaza davam edirsən. Yox, əgər alınmırsan, məsələn, paltarı çıxanda artıq övrət yerdə açılır, yəni asan deyil, o zaman namazdan çıxırsan, paltarı dəyişirsən, sonra təzədən namaza davam edirsən. Hər bir halda, yəni, nəcasətli paltarda namaz qılmaq olmaz. Ondan sonra böyük günahlardan Şeyx Rahmanullah burada gətirir, deyir, ərazinin işarələrini dəyişmək. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah ondan başqasına qurban kəsənə, ərazinin işarələrini dəyişdirənə, korun yolunu çaşdırana, valideynlərini söyənə və Lut qövmünün etdiyi əməli edənə lənət eləsin. Yəni, bu əməllər də lənətlənmişdir. Ondan sonra böyük günahlardan şeyx burada gətirir, atasından qeyrisinin atalığını iddia eləmək. Ki, bu da böyük günahlardandır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim atasından qeyrisinin onun atası olmadığını bilərək atalığını iddia eləyərsə, cənnət ona haram olar. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, atalarınızdan üz döndərməyin, şübhəsiz ki, atadan üz döndərmək küfürdür. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Eyr dağınla Səvr dağı, yəni Eyrdən Səvra qədər olan ərazi Mədinənin haram ərazisidir. Kim orada bir pis iş çıxararsa və yaxud da pis iş çıxarına sığınacaq verərsə, ona Allahın, mələklərin və bütün insanların lənəti olar. Qiyamət günü Allah ondan nə bir fərz əməl qəbul eləməz, nə də bir nafilə əməl qəbul eləməz. Müsəlmanların zimməti birdir. Ən alt təbəqədə olan belə bu zimməti verə bilər. Kim bir müsəlmanı təhqir edərsə, ona Allahın, mələklərin və bütün insanların lənəti olar. Kim atasından qeyrisinin atalığını və ya öz sahiblərindən qeyrisinin onun sahibi olduğunu iddia edərsə, ona Allahın, mələklərin və bütün insanların lənəti olar. Qiyamət günü Allah ondan nə fərz, nə də nafilə qəbul etməz.
Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bilərəkdən atasından qeyrisinin onun atası olduğunu iddia edən kəs küfr etmiş olar. Kim başqasının bir şeyinin onunki olduğunu iddia edərsə bizdən deyil və cəhənnəmdəki yerini hazır bilsin. Və kim birini ey kafir və yaxud da ey Allahın düşməni deyə çağırarsa, əgər o elə deyilsə onun özünə qayıdar. Yəni Allah qorusun. Bu sözlər də təhlükəli sözlərdir. Yəni ki, məsələn, bir müsəlmana və yaxud da İslam etiqadında olan bir kəsə kafir demək və yaxud da tək kafir demək yox. Ona bənzər, o mənanı verən bütün sözlər. Məsələn, deyirsən filan kəs imanı yoxdur, imansızdır, dinsizdir, kafirdir və yaxud Allah düşmənidir. Məsələn, bunlar hamısı təkfir sözləridir. Yəni, hamısı kafir deməkdir. Yəni, imansız kafir deməkdir, dinsiz kafir deməkdir. Və s. Yəni, bunlar hamısı təkfir sözləridir. Yəni, şərt deyil tək ona kafir deyəsən. Bunların hamısını deyəndə artıq sən ona kafir demiş olursan. Və o da kafir deyilsə, Allah qorusun, yəni o söz insanın özünə qayıda bilər. Ondan sonra başqasının bir şeyinin onunki olduğunu iddia edərsə, bu əməldə Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan edib. Burada yerinə düşər demək ki, məsələn, cəmaat arasında çox yayılıb yükləmək. Yəni, kiməsə nəyisə yükləmək. Qonaqlıqmı, nəsə aldırmaqmı? Məsələn, bu qadağan olmuş əməldir. Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan edib. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, deyir, bir müsəlmanın könül xoşluğu ilə vermədiyi malı halal deyil. Yəni, Şeyx Hüseymin rahimehullah bu hədisinin şərhində gətirir, deyir ki, əgər məsələn, bir müsəlman qardaşında bir qələm görürsən, o qələm sənə xoşuna gəlir. Və sən də deyirsən, bu qələmi tərifləyirsən, o da utanır, onu sənə verir, sən onu götürməyi haramdır. Yəni, könül xoşluğu olmadan müsəlmanın malını götürmək bu haramdır. Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan edib. Ona görə kimisə utandırıb ondan qonaqlıq istəmək, yükləmək, nəsə aldırmaq, istər balaca bir şey olsun, istər böyük bir şey olsun, bunlar icazəli deyil. Və yaxud onda yaxşı nəsə görürsən, istər balaca bir şey olsun, o qədər tərifləyirsən ki, onu sənə versin, yəni, bunlar hamısı halal deyil. Yəni, sırf özü könül xoşluğuna nə verirsə odur. Ondan əlavə artıq onu yükləmək olmaz. Həmçinin böyük günahlardan qızıl və gümüş qabda yemək və yaxud da içmək. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ipək və bir üzü qabardılmış bahalı parça geyməyin, qızıl və gümüş qablarda içməyin, o cür qablarda yeməyin, çünki bunlar dünyada onlarındır, ahirətdə isə sizin üçündür. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, şübhəsiz ki, qızıl və gümüş qablarda yeyib içən şəxs qarnında cəhənnəm odunu quruldatmış olur. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim gümüş qabda içərsə, ahirətdə ondan içməkdən məhrum olar. Ondan sonra həmçinin böyük günahlardan Məscid-ül Haramda, yəni Məkkədə günah eləmək və yaxud da zülm eləmək. Ki, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Məkkə barəsində kim deyir orada bir zülm etməyə və yaxud da küfrə niyyətlənərsə, onun üçün alçaldıcı bir əzab var. Yəni, burada mücərrəd olaraq Məkkədə günaha niyyətlənmək artıq insana əzab gətirə bilir. Ki, Abdullah ibn Abbas radiyallahu anhümə bu ayədən sonra Taifdə yaşayırdı. Məkkədə yaşamaqdan qorxurdu ki, orada günaha girər. Həmçinin Abdullah ibn Umar radiyallahu anhüm bu ayə nazil olundan sonra hər dəfə öz zövcəsinə nəsiyyət eləmək istəyəndə Məkkədən, yəni haram ərazisindən çölə çıxardırdı. Orada nəsiyyət eləyirdi, sonra qayıdırdı. Çünki qorxurdu ki, birdən nəsiyyətdə zülm eləyər. Nəsiyyətdə həddini aşar və ayənin hökmünə girər. Həmçinin bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, deyir, şübhəsiz ki, Allahın dostları namaz qılanlardır. O kəslər ki, namazı layiqincə icra edər, Ramazan ayında oruç tutar, savabını Allahdan umaraq mallarının zəkatını verər və Allahın qadağan etdiyi böyük günahlardan çəkinərlər. Və bir nəfər soruşur, deyir, ya Rasulullah, o böyük günahlar hansılardır? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, deyir, o böyük günahlar 9 ədəddir. O böyük günahlar, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, 9 ədəddir. Hansılardır? Allaha şərik qoşmaq, haqsız yerə bir mömini öldürmək,
hücum vaxtı qaçmaq, yəni döyüş meydanından qaçmaq, yetimin malını yemək, faiz yemək, günahsız mömin qadınları zinada ittiham etmək, müsəlman valideynlərin üzünə ağ olmaq və bir də Beytül Haramda zülm etmək. Yəni, subhanallah, Məkkədə günah eləmək də həmin o 9 böyük günahlardandır. Və sonra deyir ki, kim bunları etməyib, namaz qılıb, zəkat verərək ölərsə, yəni kim bu 9 günahı etmir və namazını qılır və zəkatını verir və bu cür ölərsə, peyğəmbərlərlə bircə qapılarının kənarı qızıldan olan evlərdə olar. Yəni bu günahlardan çəkinirsən, bu 9 günahdan çəkinmək. Namazını vaxtında qılırsan və zəkat əhlisənsə, zəkatını da verirsən və qiyamət günü də cənnətdə peyğəmbərlərlə bir yerdə qızıldan olan evlərdən biri də sənin olur. Və subhanallah, başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allahın ən böyük düşmanı haramda qətl törədən kimsədir. Allah subhanallah biz də bu böyük günahlardan qorusun və bizə eşidib faydalananlardan eləsin. Və sallallahu alə nəbiyyinə Muhammed.